Xanımlara dedi, qolumdan tutun gedim axırıncı gün Peyğəmbəri atamı ziyarət eləmək istəyirəm. Yazırlar evindən, oranı ziyarət eləyənlər görüb də xanım Zəhran evindən məzarına gedənəcən neçə yerdə oturdu. Dedi, Diyanım mən oturum, hərəkət eləyə bilmirəm, taqətim yoxdur. Qabırğanın ağrısı pis olur deyirlər, nəfəs almaq olmur. Gəldi Peyğəmbərin məzarının üstünə. Ata gücüm tükənib dayı. Dayı qüvvətim qalmadı. Nə dil yarası vururlar. Ata bilirsən mənə nə dillər? Dillər Beytulmaldan oğurluq eləyirsən. Mənə dillər Beytulmala əl uzadırsan. Qəm məni öldürür. Qüssə məni öldürür. Atacan dur bax, Əli Mədinədə gəzir, salam verir, cavabım verən yoxdur. Gör necə qardaşı o qərib eləyib bu şəhər. Zeynəb deyir, anam məsciddən qayıtdı. Gördüm üzü qibliyə dayanıb dua eləməyə. Əllərim duaya qaldırdı. Mən sevindim ki, anam bəlkə özünə şəfa istəyər.